Gözəl bir rəqsi izlədik və bu rəqsi ərsəyə gətirən dəyərli bir müəllim bizimlə bərabərdir. Elsəvər Ağayev. Elsəvər bəy, xoş gördük. Hər vaxtınız xeyir olsun. Təşəkkürümü bildirirəm, təklifimizi qəbul etdiniz və gözəl balalarımızla, fidan balalarımızla efirimizdə qonaq oldunuz. Elsəvər mütəmadi olaraq efirimizdə qonaq olur uşaqlarla bərabər. Rəqs haqqında istədim məlumat verək, gözəl bir milli rəqs izlədik. Mən də sizi salamlayıram, tapdır bütün əməkdaşlarınızı salamlayıram. Zəfərə aid bir bayraq rəqsi idi, gözəl bir uşaqlarımız bayraqla müstəqilliyin bərpası günündə də ona uyğun bir gözəl bir rəqsimiz oldu. Gördüyünüz kimi uşaqların yaşlarını gördünüz xırda, 4 yaşdan, 3 yaşdan 10-15 yaşa kimi bizim tələbələrimiz var. Yəni rəqsdə də kompozisiya bir tipli rəqsdir, yəni öz görür. Yəni mən sizin verilişinə hər dəfə gələndə qeyri-adi müxtəlif rəqslər, xarici olsun, öz ölkələrimizin rəqslərini gətirəm. Sağ olun ki, bizə belə şəraitlər yaradırsınız, uşaqları biz özlərini görürlər, sevinirlər. O da bir motivasiyadır, belə deyək. Əlbəttə ki, biz necə indiki dövrdə bu belə deyək, telefonların, uşaqların belə həyat tərzini pozması, adəsi olduğu bir dövrdə bu uşaqlar üçün çox motivasiyadır. Həm gəlir məşq edir, həm idman edir, həm özünü efirdə görür. Yəni öz dostları ilə, sinif yoldaşlarının yanında, qohumların yanında özünü görəndə uşaq biraz da daha da həm dərsə onun həvəsi artır, həm də rəqsi artır və həyat təcrübəsi təbii ki artır. Elsəvər, vurğulayırsan ki, 3 yaşdan yuxarı uşaqlara rəqs öyrətmək asan olur, yoxsa biraz yaşı yüksək olan şəxslərə, belə 12-15 yaşlı olan uşaqlara? Yox, təbii ki, uşaqlarla işləmək daha çətindir. Nəinki bu aydın məsələdir. Yəni, ancaq elə bir potensiallı uşaq var ki, görürsünüz ki, böyük uşaqdan da çox gözəl oynayır. Yəni, biraz da bizim milliliyimiz var da, özünüz bilirsiniz, bizim qanımızda da var da. Yəni, bu rəqs elə bir ki, rəqsə gəlməyən uşaq da mahnı qoşanda oynayır, özümüz görürük balaca uşaqlardan. Yəni, bu bizdə biraz qanından da gəlir, biraz belə deyək, milli ruhda o qədər valideynlər. Bəs oğlan uşaqları yoxsa qız uşaqları hansı daha çox öyrənməyə can atır? Ən çox qız uşağı təbii ki, haqqlı olaraq qız uşağı. Ancaq belə deyək, oğlan uşaqlarda var ki, tapdıq, onlar öyrənəndə daha mükəmməl öyrənir. Çünki oğlanın rəqsi ilə qızın rəqsinin təbii ki, bizdə fərqliyi var da. Biz baxış açısına baxanda qızda incəlik olur, oğlanda isə biraz sərtlik olur rəqslərdə, gördüyünüz kimi. Bəs Elsəvər, bir rəqsin öyrənməyə nə qədər vaxt aparır? Yoxsa o rəqsə aiddir, rəqsin quruluşuna, nə bilim, kompozisiyaya? Bəli, rəqsin quruluşuna aiddir. Biz rəqs qurulanda tapdıq, birinci baxırıq ki, uşaqların qabiliyyəti nəyə çatır, hansı səviyyədə oynaya bilərlər, başa düşdünüz? Və məsələn, mənim indi siz rəqsdə izlədiyiniz kimi orada tələbələrim var ki, onlar 4 il, 5 il, 6 ildir gəlir. Onlar daha professionaldılar, onlar daha sərbəst olur. Nəinki bir ay gələn tələbələr də var, siz gördünüz, 3 ay rəqsə gələn. Onlarla onların qurduğum rəqs arasında təbii ki, fərqli olmalıdır ki, bunu uşaq orada bir nümayiş edib, çıxış edə bilir, göstərə bilir. Elə bir şəxslər, uşaqlar olurmu ki, belə deyim də, rəqsi öyrənmək istəyir, amma aylar, illər olsa belə bacarmır da, belə deyim, ortaya bir iş çıxmır, belə deyək. Bacarmayan tələbə olmur, yox, elə bir tələbə olmur. Çünki bu rəqsə gələn bir həvəs istəyir, hər bir necədir, işində o rəqsdir, idmanlardır, hər birisində həvəs. Bu uşağın ona həvəsi varsa, valideyn təbii ki, o həvəs üzərindən irəli gəlir. Valideyn o uşağı rəqsə yazdırır. O həvəs olandan sonra uşaq təbii ki, vaxt söhbəti var. Bir uşaq 3 ay öyrənir, bir uşaq 1 ilə öyrənir, bir uşaq 1 ay öyrənir. O uşağın özündən asılıdır. Götürməyindən asılıdır. Bəli. Mənə nə maraqlıdır Elsəvər? Ölkəmizdə rəqsə maraq artırmı yoxsa azalırmı? Əlbəttə çox artır, həddindən artıq. Mən özüm 2004-cü ildən rəqslə məşğulam. Bizim o zamanlar bilirsiniz də, yəni o dərəcədə yox idi. Səhnələrdə yəni rəqs çox inkişaf eləməmişdi. İmkan da yox idi, bəli. Kanallarda da, bəzi kanallarda var idi, çox kanal. İndi şükür o qədər gözəl verilişlərimiz var. Bu uşaqlar öz potensiallarını göstərə bilir. Festivallar olsun, yarışlar olsun, rəqs yarışları, yəni efirlər. Çox gözəldir. Elsəvər, təşəkkürümü bildirirəm. İşlərində uğurlar arzu edirəm sənə və istərdim sonda bir rəqs izləyirik və elə bununla da efirimiz yekunlaşacaq. Nə rəqsdir, məlumat verərdin? Tapdıq, yenə də vətənbərvər uğrunda bir rəqsdir. Gözəl kompozisiyadır, həm rəqsdə, həm kompozisiyadır. Burada Sarı Gəlində rəqsi var. Arada balaca bir 4 yaşlı balaca mələyimiz rəqs eləyəcək, Nilay tələbəmiz görəcəksiniz. Yəni, çox maraqlı bir rəqs olacaq. Buyurun izləyin. Odur ki, bizi izləyin, rəqs izləməyə dəvət edirəm bizə baxanlara. Təşəkkürümü bildirirəm gəldiyinizə görə və inanıram ki, bizə də baxanlar bugünkü efirimizdən böyük bir zövq aldılar. Mən sizinlə sağollaşıram gələn həftənin 5-ci gününə qədər, amma sonda rəqs ilə bugünkü günümüz yekunlaşır.